Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə əşrafil ənbiya mürsəlin. Seyyidina Muhammedin və alə alihi və ashabihi əcmənin və ba'd. Selamu aleykum və rahmetullahi və barakatuhu. Və aleykum əssalam və rahmetullah. Biz keçən dərsimizdə aydın oldu ki, bizə hidayət Allah Subhanahu taala əlindədir. Əsas hidayəti odur verən. Və həmçinin dedik ki, hidayət tanışlıqla zadla deyil. Allah Subhanahu taala elə eləyib ki, məsələn, Peyğəmbər sallallahu əmisi kafir olub, lakin Həbəşistandan qul olan Bilal, yəni cənnətdə hələ sağlı ikən ayaq izləri eşidirdi artıq. Ayaq izləri eşidilirdi. Allah istədiyinə hidayət verir. O vaxt ki, müəllif rahiməhullah şirkdən danışdı. Şirkdən danışdı. İndi keçir şirkin səbəblərinə. Yəni, nə səbəblərlə şirk olur. Ona görə müəllif buyurur ki, rahiməhullah təzəv fəsildə Mə cəənnə səbəb kufri bəni Ədəm və tarkihim dinəhum və huvəl qulu fissalihin. Yəni, Şeyh rahiməhullah buyurur ki, Adəm övladının küfür etməyində səbəb və dinin tərk etməsində səbəb salihləri şirtməkdədir. Yəni, salihləri şirtmək, övliyaları və s. Və Şeyh rahiməhullah bu fəsildə bu barədə danışır. Və birinci ayə ilə başlayır. Deməli, Nisa surəsi 171-ci ayə. Allah Subhanahu taala buyurur ki, Ya əhləl kitab, la təğlu fi dinikum. Yəni, bu ayədə Allah Taala şirtməyi qadağan eləyir. Nəzə şirtmək? Şirtmək bura hər şey daxildir. Etiqadda, ibadətdə, adətdə və s. Oxu. 171. Ey kitab əhli, dininizdə ifrata varmayın və Allah barəsində yalnız həqiqəti deyin. Məryəm oğlu İsa, Məsih ancaq Allahın elçisi, onun Məryəmə göndərdiyi ol kəlməsi ilə və onun tərəfindən göndərilən bir ruhdur. Allaha və onun elçisinə iman gətirin və Tanrı üçdür deməyin. Batil əqidənizə son qoyun. Bu sizin üçün xeyirli olar. Həqiqətən Allah tək ilahdır. O pakdır, müqəddəsdir. Övladı olmaqdan uzaqdır. Göylərdə və yerdə nə varsa ona məxsusdur. Qoruyan olaraq Allah yetər. Aydındır. Deməli, müəllif rahiməhullah bu ayə ilə başlayır fəsli. Bu ayədə də necə bilirsiniz ki, şirtmək ümumiyyətlə ifrata varmaq olmaz. Qadağan olunur. Elə ayədə olan faydalardan da Şeyx Fovzan Hafidəhullah buyurur ki, ayədə olan faydalardan biri budur ki, şəxslərdə və əməllərdə şirtmək olmaz. İfrata varmaq olmaz. Və həmçinin ayədə olan faydalardan həmçinin əhli kitaba rəddir burada. Əhli kitaba rəddir. Və əhli kitab da deyəndə bilirsiniz ki, Yahudlər və Nəsranilər nəzərdə tutulur. Və təbii ki, Allah Subhanahu taala bu ayənin özündə də deyir, nə səbəbə görə onlara rədd edir. Çünki onlar deyirlər ki, İsa Allahın övladıdır. Hansı ki, Allah Taala buyurur ki, o ol deməyinə oldu. Ona görə İmam Əhməd deyir ki, İsa ol deyil. O ol deməklə oldu. Yəni, o özü ol deyil. O sadəcə ol deməklə oldu. Və əhli kitaba rədd edir və bu ayə də dəlillərdən bilir ki, əhli kitab yəni kafirdirlər. Və həmçinin hədisdə olan faydalardan həmçinin, qardaşlar, dinin orta mövqeyi xoşlamaq. Yəni, insan həm əqidədə, həm əməldə, sözündə gərək ifrata varmaya. Yəni, orta yol tuta. Nə ifrata vara bir şey şirdə, nə də alçalda nəyisə haqqından.
Yəni, hər bir şeyin öz qiymətini düzgün verməkdir. Və ayədə də görsən ki, necə Şeyx Fovzan buyurur, hafizəhullah, yəni, ayədə deməli, göstərir ki, ən yaxşı yol orta yoldur. Orta yoldan insan necə gedə bilər? Ancaq Quran, sünnəyə rayət eləməklə. Quran, sünnəyə rayət eləməklə. Kim çıxsa, Quran, sünnədən ya deməli, ifrata varacaq, ya da alçaldacaq nəyisə. Ona görə insan belə məsələlərdə öz hissələrinə, öz fikirlərinə uymamalıdır. Yəni, biz gərək şəriətlə həmişə kifayətlənək. Əgər şəriətlə çıxdıq, azacaq. Hər cəhətdən ola bilər insan nəinki günahla, nəinki tərklə, hətta şəriətdə ola insan azır. Əgər ifrata varsa və nə qədər azanlar oldu? Nə qədər azanlar olub? Din adı ilə. Nədir? Səbəb nədir, qardaşlar? Yəni, ifrata varmaq səbəbinə görə. Ona görə biz nə qədər dinimizə rayət edəcəyik, necə gəlib, o qədər, o vaxtacan da biz orta yolda olacaq. Ona görə, hətta Peyğəmbər salsın vaxtında sahabələr, bəzilər gəlib Peyğəmbər salsın zövcələrindən soruşanda ki, necə yaşayır, eşidəndə Peyğəmbər salsın yaşayışın, biri dedi ki, mən alimlə daha yaşamayacağım, biri dedi, mən daima oruç tutacağım günortalar, biri dedi ki, mən gecələr yatmayacağım, ibadət edəcəm. Və bir müddət keçir, Peyğəmbər salsın yanına gəlirlər, eşidilir, məlum olur hamısı, sallallahu aleyhi ve sellem'in yanına gələndə, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, onlara bəyan edir ki, bu düzgün deyil və bildirir ki, axırda nə deyir? Deyir, kim mənim sünnətimi tərk eləsə, yəni yolumu bizdən deyil. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem baxmayaraq, onlar ibadət edirdilər, lakin onların bu cür ibadətini neynədir? Təsdiqləmədi. Çünki necə? İbadət də ifrat dərəcəsində olmaz. İbadət də nə vaxt ifratdan azad ola bilərsən və ya tafritdən, necə deyirlər, şirtməkdən və ya azaltmaqdan, sünnədə necə gəlib, o cür eləsən, bəs olacaq. Ona görə çox firqələr, hansılar ki, bu məsələyə fikir vermirlər, elə biliblər ki, Quran, sünnə azdır, bəziləri az görüb Quran, sünnəni. Deyirlər, yox, yenə lazımdır. Ona görə sufilər, məsələn, görürsünüz, Peyğəmbər sallallahu aleyhi ve sellem 100-dən çox zikri gəlməyib. Peyğəmbər sallallahu aleyhi ve sellem ən çox deyib ki, 100-dən zikir. Amma sufilər gəlir, yəni onlar elə biliblər ki, bu azdır. Və ya elə biliblər ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Peyğəmbər idi ona görə deyib, biz geri çox eləyək. Yəni şeytan bunları belə oynadıb və nəticədə 100-dən çoxalıb zikir, 1000 olub, 10.000, 1 milyon, aydındır və bu artıq qaydaya çevrilib, bu ifratdır, bu olmaz. İfratdır. Baxmayaraq, zikirdir. Həmçində, məsələn, insan sevgidə də, məsələn, əhl-i beyti sevgi. Yəni, ifrata varma olmaz. İfrata varma olmaz. Sevginin də həddi var. Elhamdülillah biz əhl-i beyti sevirik hamısından çox. Ne üçün biz bunu deyirik hamısından çox? Çünki biz şəriət deyən kimi sevirik əhl-i beyti. Ona görə sən şəriət deyən kimi sevsən, sən hamısından çox istəyirsən onları. Amma çünki sevgi özü vurmaq deyil. Belə yaxud cırmaq deyil, mən sevirəm onları. Belə deyil. Belə deyil. Sevgi şəriət necə deyib odur. O cür sevsən, sən Allah əhl-i beyti sevənlərdən olacaqsan. Həmçə Peyğəmbər sallallahu aleyhi ve sellem. Peyğəmbər sallallahu aleyhi ve sellem sevmək, onun üçün Cerasiniya ad günü keçirmək lazım deyil. Aydındır. Çünki ad günü keçirmək lazım olsaydı, Peyğəmbər sallallahu aleyhi ve sellem özü üçün eləyərdi. Və ya Əbu Bakır bizdən hamımızdan onu çox sevirdi. O eləyərdi. Ömər hamımızdan çox sevirdi. Əbu Bakır, Osman hamımızdan çox sevirdi. Ömərin qaynatası Əli bin Əbi Talib hamımızdan çox sevirdi. Lakin onlar keçirməyiblər. Bir gün gəlib kim ki deyir ki, mən sevdiyimə görə eləyirəm, bu biraz şübhəlidir, bu biraz qorxulu sözdür. Elə çıxır ki, onlar sevmirlərdir. Yox, sevmək onunla deyil, əvvəlin çoxluğunla deyil, sevmək şəriətlə gedməkdir. Aydın qardaşlar. Və sonra həmçinin, deməli, ayədə olan faydalardan həmçinin Şeyx Fovzan Hafizəhullah buyurur ki, təhdil minə şirk, həmçinin ayə göstərir ki, şirkdən necə qorunmaq lazımdır. Şirkdən necə qorunmaq lazımdır, onun səbəblərindən, aydındır, onun vasitələri, ona aparan vasitələrdən necə çəkinmək lazımdır. Ne üçün qəbirstanlığa getmək, yəni, bəzi qəbirləri, bəzi qəbirstanlığa cəmaat çox getməkləri düzgün deyil.
Ne üçün? Çünki vasitədir, vəsilədir şirkə. Şirkə vəsilədir. Ola bilər geyib oradan dua eləsin, lakin o hamı hələ deyil axı. Biri geyib ondan istəyə bilər. Biri geyib onu vasitə qoşar. Xüsusən də əqidədə olan zəif adam. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm, yəni İslamın əvvəl vaxtlarında qadağan eləmişdi qəbirstanlığı ziyarət eləmək. Çünki sahabələr təzə idilər. Və cahillik dövründə də ancaq qəbirlərə ibadət edirdilər. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm məsləhət üçün qadağan eləmişdi. Elə ki, əqidəni öyrəndilər və s. Sonra deyir ki, gedin ziyarət edin qəbirləri. Yəni, hər kəs öz yaxınını gelib ziyarət eləsin. Və dedi ki, faydalardan nədir? Faydalardan, deməli, axirəti yada salmaq üçün. Çünki adam qəbirstanlığa gedəndə biraz həm sakit yerdir, həm insan dayanır, fikirləşir ki, hamı ölüb, ətrafına bax, hamı ölüb və sən də öləcəksən. Və bu xatırlamaqdır. Və xatırlayanda da başa düşən, ağlı olan, aqil insan faydalanır. Ona görə qəbirstanlıq bir tərəfdən, qardaşlar, qəbirstanlıq elə bir malicə yeri kimidir həmçinin o cəhətdən. Ancaq ağlı olanlara. Yəni, adam var, gedir oraya bir muzeyə gedib, aydındır, ya sərgi edib, daşdan üstə şeir oxumağa gedib, maraqlıdır. Şeir oxumayıb, bax ki, ətrafım ölüb. Elələr var, orada səndən də güclü idilər, səndən də varlı idilər, səndən də gözəl idilər, səndən də hər cəhətdən imkanlı idilər. Lakin onları görsən, saat onlar orada torpaq olublar və onun üçün gedmək lazımdır qəbirstanlığa. Həm onlara dua eləməyə, həmçinin özünə dua eləməyə. Və sonra müəllif rahimehullah, yəni bu ayəni, təbii ki, ayə böyükdür və ayəni üstədə yansaq, yəni çoxlu məsələlər var. Yəni, qısa keçdiyi üstündən. Yəni, bəzi yerlərinə toxunduq. Və həmçinin sonra müəllif rahimehullah, Muhammed ibn Abdülvahhab, rəhmətullah aleyhi, buyurur ki, vəfsi sahih, Ən ibn Abbasin radiyallahu anhuma fi qavlillahi ta'ala, deməli, Nuh surəsi 23-cü ayəni gətirir, rahimehullah. O da İbn Abbasın rivayətində deyir ki, bəs, İbn Abbas deyir ki, Səhih Buxaridə də özü də, bəs, və qalu, la tədarunna əlihətəkum, və la tədarunna vaddan, və la suva'an, və la yağutha və ya'uqa və nəsra. Bir daha oxu. Bu da, bu ayədə, Nuh 23. Yəni, bu ayədə Nuh əleyhissalamın vaxtında və ya vaxtından qabaq, daha doğrusu vaxtından qabaq olan salih insanlardır. Onlar salih insanlar idi, yəni yaxşı adamlar idi, abid, Allaha qulları idi, salih insanlar idi. Onlar öləndən sonra onların cəmaatı idilər, nə edilər? Birinci gəlib şeytan vəsvəsə elədi ki, gəlin, onların şəkillərini çəkək. Sonra şəkillərini çəkdilər, sonra onlardan sonra gələnlər dedi ki, gəlin, belə eləyək, belə. Axırda nəticədə nə oldu? Nəticədə artıq şirk oldu. Ona görə Nuh aleyhissalamın gəlişindən də biri var, bu məsələyə toxunur. Oxu. Özlərinə tabi olanlara dedilər, öz məbudlarınızı tərk etməyin. Vəddi, Suvayı, bunlar Vəd, Suva olan adları idi o salih insanların. Yağusu, Yağuq və Nəsri tərk etməyin. Onlar, yəni dedilər ki, tərk eləməyin. Nuh aleyhissalam da gəldi, dedi ki, belə olmaz. Onlara ibadətdir bu. Və ona görə fikir verirsiniz səbəblərə fikir verirsiniz. İbn Abbas da sonra elə davamında buyurur ki, qalə hədi əsma rical salihin min qavmi Nuh fələmmə hələku avhə şeytanu ilə qavmihim əlinsibu ilə məcalisihumulleti kənu yəclisunə fiyhə ənsabə və səmmuhə bi əsməhim fəfəalu və ləm tu'bəd həttə idə hələkə uləik və nusiyə li-ilm və ubidət. İbn Abbas da deyir ki, rahimehullah, deyir ki, bu salih kişilərin adlarıdır. Nuhun qövmündən idilər. O vaxt ki, öldülər, dünyalarını dəyişdilər. Şeytan vəsvəsə verdi ki, bəs onları zikr eləyin daima və sonra şəkillərini qoyun və s. Adlarla o şəkillərini qoyun və onlar da belə etdilər. Və lakin birinci ibadət eləmədilər. Lakin o vaxt ki, bilənlər artıq öldülər və elm yaddan çıxdı, ibadət olunmağa başladı. İbadət olunmağa başladı.
Və bu rivayətdə də fikir verirsiniz ki, İbn Abbas aya təfsirçisidir. İbn Abbas da ən sahabələrin içində ən güclü təfsirçilərdən biri idi. İbn Abbas radiyallahu anhuma ona Peyğəmbər sallallahu dua eləmişdi ki, Allahım ona fəqih et və Quranı başa sal ona. Yəni təfsirin. Hətta sahabələr, yəni onun bir şey olanda deyib ondan soruşurdular İbn Abbas radiyallahu anhuma. Və hələ ən birinci təfsirçilərdən də 5.44-ü, yəni 5.44-ü də İbn Abbas eləyib, birisi də sahabə eləyib. 5.44-ü, hansı ki Allah subhanətlə buyurur, Allahın hökmünə hökm verməyən, onlar kafirdir. İbn Abbas deyib ki, burada o küfür yox, hansı ki Allaha inanmayan, mələklərə inanmayan, sadəcə kiçik küfürdür. Kiçik küfürdür. Ən birinci İbn Abbas təfsir edib bunu. Və deməli, buyurur ki, və qal İbn Qeyyim də bir dənə şərhin qoyub Şeyx Rahimullah, və qalu qeyr vahidin minəs-sələf ləmmə mətu, və bir neçə sələflərdə qeyd ediblər ki, İbn Qeyyim deyir ki, o vaxt ki onlar öldülər, o 5 nəfər, akafu ala quburihim, thumma savvaru təməthiləhum, thumma talə aleyhimul əməd, fəabaduhum. Yəni, Şeyx Rahimullah toxunur, deyir ki, nə qədər sələflərdən qeyd ediblər ki, o vaxt ki, o Nuhun qövmündəki olanlar öldülər, onları artıq qəbirlərinə başladı, ziyarət olunmağa, tavaf olunmağa və hətta onların şəkillərini çəkdilər, hətta heykəlin qoydular və sonra bir müddət keçəndən sonra isə onlara başladılar ibadət eləməyə. İki və şirk necə başlayır? Yəni şirkə, müəllif alə bunu gətirmək istəyir ki, şirkə düşməyin yəni səbəbi var. Və Şeyx Fovzan da Hafizullah Şeyx Fovzan o da qeyd edilir ki, yəni faydalardan, bu rivayətdə faydalardan biri budur ki, yəni şirkə düşməyin səbəblərindən biri nədir? İfrata varmaq. Salih insanlara münasibətdə ifrata varmaq. İfrat olmaz. Salih insanlara ifrat olmaz. Aydındır çünki nə üçün səbəbdir şirkə? Həmçinin Şeyx Hafizullah buyurur ki, həmçinin bu dəlildir ki, surət olmaz. Surət olmaz. Çünki səbəblərdən biri nədir? Şəkil olmaz İslamda. Çünki şəkil şirkə səbəb olub. Şəkil şirkə səbəb olub. Ona görə, yəni şəkil qadağan olub. Bu səbəblərdən biridir. Və həmçinin qardaşlar, şeytandan qorunmağı, yəni mühümdir. Şeytanın vəsvəsələrindən zat. Şeytan da necə qorunmaq olar? Şəriətlə gedməklə, sünnə irayət eləməklə. Həmçinin faydalardan şeyx buyurur ki, həmçinin rivayətdə görsənir ki, bidətdən necə qorunmaq lazımdır, xurafatlardan. Hətta qəsd yaxşı olsa da. Hətta qəsd, insan qəsdi yaxşı olsa da biri desə ki, mən bidət eləyim, yaxşı qəsdən olmaz. Hətta qəsd yaxşı olsa da olmaz. Ola bilsin, olar, o salih insanları, yaxşılıq, qəsdləri yaxşı olub. Onlara hörmət mənasında. Amma olmaz. Olmaz. Yəni, qəsd yaxşı olsa da bidət eləmək olmaz. Və həmçinin faydalardan qardaşlar, şeyx buyurur ki, göstərir ki, şirki aparan nə səbəblər var, vasitələr, onlar da qadağandır. Nəinki şirk. Hətta aparan vasitələr. Ona görə o pirlər, zat, aydındır. Birdən biri desə ki, orada şirk yoxdur. Lakin ən azından şirkə vasitədir. Şirkə nədir? Səbəb də olmaz. Və həmçinin qardaşlar, həmçinin rivayətdə görsənir ki, elmin gedməyi, alimlərin olmamağı insan zəlalətə düşməyə səbəbdir. Yəni, bilən adamlar olmayanda o yerdə azanlar çox olur. Bilən adamlar olmayanda o yerlərdə azanlar çox olur. Və həmçinin qardaşlar, rivayətdən Şeyx Fovzan, Hafizullah buyurur ki, təqliddən qorunmaq. Kör-köranə təqliddən. Yəni, onlar əslində təqlid eləmişdilər. Kör-köranə təqlid olmaz. Ona görə İslam təqlidi heç də çox da bəyənmir. Düzdür, şəriət icazə verib təqlid eləmək,
elmi olmayan adamlara zat. Təqlid var, bəyənilən, icazəli və təqlid var, bəyənilməyən, qadağan olunan. Aydındır qardaşlar. İndi bu söhbəti də atıblar ortaya və sən demə təqlid eləmək lazımdır kiməsə və s. Görürsən, qardaşlar gəldi ki, bu təqlid nədir? Bəs deyirlər, hansısa məhzəblə getməliyik. Bu da təzə mövzuda atıblar ortaya. Sonra müəllif rahiməhullah buyurur ki, İbn Ömərin rivayətini gətirir. Deyir ki, ənnə Rasulullah sallallahu aleyhi ve sellem buyurur, qal, لا تطروني كما أطرت النصارى بن مريم إنما أنا عبد فقولوا عبد الله ورسوله أخرجاه. Yani Buxari Müslim yenə rivayətini gətirib şeyx. Deyir ki, Ömər radiyallahu anh, Ömər Ali bin Əbi Talibin kürəkəni deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, لا تطروني كما أطرت النصارى بن مريم. Məni şişirtməyin. Necə ki, nəsranilər Məryəm oğlu İsanı şişirtdilər. İnnəmə ənə abdun. Sadəcə mən qulam. Fəqulu deyin, Abdullah və Rasulü. Deyin ki, Allahın qulu və Rasulü. Ona görə Allahın qulu və Rasulü. Ona görə yaxşıdır ki, deyəndə Allah şəhadətdə də Muhammed abduhu və Rasulü. Abduhu və Rasulü. Abd, yəni o qul idi. Qul idi, sonra Rasul oldu. Yəni xristiyanlar kimi o ilah idi əvvəldən. O da qul idi. İsa da aleyhissalam sallallahu aleyhi ve sellem o da qul idi. Və müəllif rahimullah yəni burada Ömərin rivayətini gətirir və sonra deməli Ömərin rivayətində də Şeyx Fovzan Hafizəhullah buyurur ki, bu rivayət göstərir ki, hədis göstərir ki, insan mədh eləyəndə, tərifləyəndə gərək həddə ola, həddə aşma olmaz. Hətta Peyğəmbəri tərifləyəndə həddə aşma olmaz. Aydın qardaşlar, bu rivayət ona dəlildir. Və həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellemin bu rivayətdə görsənir ki, ümmətini istəməyi, ümmətinin nəsiyyəti. Peyğəmbər sallallahu ümmətinin nəsiyyət edirdi. Xüsusən də şirk məsələlərin. Həmçinin göstərir ki, salihləri şirtmək şirkə səbəbdir və sonra həmçinin göstərir ki, kafirlərə oxşamamanın qadağan olmağı. Çünki Peyğəmbər s.ə.v kafirləri bizə misal çəkdi. Kafirləri baxmaq olar etibar üçün, yəni fikirləşmək üçün ki, o səhvləri eləməyək, onlar etdiyi səhvləri, onlar nə səbəbə görə azlar, biz o yoldan gedməyək. Ona görə Allah şəriət, əhli kitabı bizə hərdən yadımıza salır. Və onlar belə elədilər, belə elədilər. Bu ne üçündür ki, biz o yola düşməyik. Aydın qardaşlar. Və sonra müəllif rahiməhullah, təbii ki, biz hamısında qıssa keçirik. Və sonra müəllif rahiməhullah buyurur ki, Qalə Rasulullah sallallahu aleyhi ve sellem, İyyəkum vəl-ğuluf, fə innəmə əhləkə mən kənə qabləkum əl-ğuluf. Yəni,ğuluvdan, ifratdan bizi qorunmağı əmr edir və buyurur ki, səbəbin ne üçün? Səbəbin də qeydiliyi çünki deyir, biz sizdən qabaqkiləri məhz həlak olmağına səbəb ifratçılıq oldu. İfratçılıq, qulub, şirtmək. Aydındır, həmçinin bu rivayətdə Şeyx Fovzan da Allah buyurur ki, şirtməyin, ifratın sonu həlakdır. Bu rivayət göstərir ki, ifratçılığın sonu yəni pisdir, yaxşı deyil və həmçinin bizdən qabaq olan ümmətləri yenə şeyx deyir ki, rahmanullah, hayidullah, bizdən qabaq olan ümmətlərə baxmaq ibrət üçün və həmçinin göstərir ki, orta yolda getmək. Çünki əgər ifratçılıq qadağan eləyibsə, orta yolu bəyənib. Aydın qardaşlar, və həmçinin Peyğəmbər salsın qorxusu ümmətinə görə. Peyğəmbər salsın qorxurdu. Və deyirdi, mən ən qorxduğum şey sizə sahabələr deyir. Deyir, kiçik şirkdir, məsələn. Dedilər, nədir? Dedi, riya. Görürsən, Peyğəmbər sallallahu aleyhi ve sellem yəni, ümmətinə görə qorxurdu ki, şirk olacaq və ondan çəkinməyə əmr edirdi. Və sonra müəllif
rahimehullah burada başqa yəni bir rivayət də gətirir və o da Müslimdə də İbn Məsuddandır radiyallahu anhuma deyir ki, ənə Rasulullah sallallahu aleyhi ve sellem qalə hələkəl mutanatti'un qaləhə thələsə. Yəni mutanatti'un, yəni həlak oldu mutanatti'un. Yəni ifrata varanlar, şirdənlər, dərinə girənlər, hətta sünnədən çıxanlar. Yəni onlar həlak oldu, özü 3 dəfə deyir. Həlak oldu mutanatti'un, həlak oldu ifrata varanlar, həlak oldu ifrata varanlar 3 dəfə. Və bu da həmçinin qardaşlar, yəni keçdiyimiz əvvəl nə dediyi, hamısı yəni bu rivayətdə onlara aiddir. Sonra müəllif rahimehullah məsələlər gətirir. Görürsənin ki, İslam necə qürbətdədir. İslam necə qürbətdədir, yəni çünki həmən şirk, həmən şirklər, həmən obyektlər təzdən qayıdıb və həmçinin ən birinci şirk, ən birinci babdan da öyrəndiyi ki, ən birinci şirk dünya yer üzündə, yəni ifratçılıq oldu. Salihlər şirketmək. Salih adamlar şirketməyə səbəb oldu. Çünki Nuhdan qabaq şirk yox idi. Nuhdan qabaq şirk yox idi. Ona görə İmran Basir rivayətində gəlir ki, Adəmlə Nuhun arasında 10 əsr var idi, şirk yox idi. Və sonra həmçinin görsənir ki, şirk məhz səbəbdir Peyğəmbərlərin dinini dəyişməyə. Peyğəmbərlərin dinini dəyişməsinə ən birinci səbəblərdən yəni şirkdir. Və həmçinin burada müəllif rahimehullah yəni səbəblər gətirir nə qədər və bəzi Nuh surəsində təfsirini biraz məlum oldu və həmçinin şeytandan da qorunmağı bizə məlum oldu, yəni şeytan vəsvəsələrindən. Şeytan da, qardaşlar, ən birinci düşməmiz odur. Ən birinci düşməmiz, ən güclü, ən təhlükəlisi odur. Ona görə Allah Teala Quranda bizə ondan çox danışır. Deyim, onun antımlarının dalınca getməyin, açıq aydın düşməmizdən qorunun, onun vəsvəsələrinə uymayın və s. və s. və s. Şeytandan ən çox hətta təsəvvürlə Adəmi, onun yoldaşın, yəni səbəb oldu, məhz çıxmağına, gör biz necə qorunmalıyıq. Lakin bugün şeytan zikr olunmur, ən birinci tağut odur. Ən birinci tağut şeytandır. Ona görə Ömər bin Xattab radiyallahu anh'a soruşdular ki, tağut nədir? Dedi şeytan. Lakin birisi də o əsas deyil bugün. Bugün şeytan əsas deyil. Şeytan, bəzi cəmaatlar, dəstələr əsası başqa şey tutublar, amma o da onlara şeytan vəsvəsə eləyib. Deyib, düzdür, kişi adamsınız, bununla məşğul olun, mənim işiniz yoxdur. O da dincəlir özü üçün tamaşa eləyir qıraqdan. Aydın qardaşlar, və belə Şeyx Rahimullah fəsli qutarır və məsələlərə az toxunduq, bəzilərinə toxunduq və sonra müəllif başqa fəslə başlayır və elə bu qədər, yəni qıssa oxuduq bir yerdə, yəni ümumən aydın oldu ki, yəni şirtmək olmaz qardaşlar, ifrata varmaqdan çəkinmək lazımdır. Özü də o hədislər ki var, hədislərin birində məhz Peyğəmbər salsın ifrata hədisini haçan deyib, həcdə daş atanda şeytana. O vaxt ki gördü ki, deyib ki şeytana balaca daşlar atın, o vaxt gördü ki sahabələrdən biri böyük daş götürəndə dedi ki, dini şirtməyin, ifrata varmayın. Təsələ, şeytan vurur hələ. Şeytan vurur. Əgər onda şirtmək olmazsa, balaca daşda, təsələ başqa necə məsələlərdə. Ona görə Peyğəmbər salsın ki, dini şirtməyin. Sizdən qabaqçıları məhz şirtmək, ifratçılıq, o həlak elədi. Adın qardaşlar, əgər biz həcdə şeytana daş atanda daşlara fikir verməli isə, böyük daş olmazsa, böyük daş götürürsə, ifrata varsa, təsəvvür ilə başqa məsələlər necə? Bu saat böyük müşkül məsələlərdən də qardaşlar. Ona görə söz deyəndə, hərəkət eləyəndə
fikir vermək lazımdır. Fikir vermək lazımdır ki, ifratçılıq, nəyisə şişirtməyək və ya nəyisə alçalmayaq. Hər şeyin haqqı necədir onu da verək. Onu versək bəs eləyir qardaşlar. Bəs eləyir. Ona görə məsələn bəzilər gedib bidət eləyir. Bidət eləyən əslində şəriəti ittiham eləyir. Şəriəti ittiham eləyir ki, şəriət kamil deyilmiş. Hələ mən yenə istəyirəm, şəriətdə yoxdur o. Olmaz. Bidətçi şəriəti ittiham eləyir. Elə çıxır. Həmçində Quranın ayəsini yalan sayanlardan çıxır. Allah Teala deyir ki, Maidə surəsində Əl-yevmə akmaltu lekum dinakum. Bugün sizin dinimizi kamil etdim. Deməli, bidətçi deyir ki, yox, hələm kamil deyil, hələm Əhməd filankə zat gəlməli idi, 200 dənə də zikri artırmalı idi onun yanında. Hələm özündən ixtira eləyənlərə danışmıram. Ona görə bidətçiyə deyirsən ki, bu ayəni bir dənə mənə başa sala bilməyəcək. Bugün sənin dinin kamil oldu. Deyirsən, bir dənə bu ayəni başa sal. Yoxdur başa salmaq. Çünki kamildirsə gərək bidətli tərk eləyəm. Bu qədər qardaşlar, Allah bilir düzün. Allah bizə eşi faydalardan etsin. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu.